Hər vaxtınız xeyir olsun. İki Sahil internet televiziya kanalında Sağlam Olaq verilişində xoş gördük sizləri. Bugünkü mövzumuz uşaqlıq boynu xəstəlikləridir və son vaxtlar xanımları ən çox narahat edən mövzulardan biri budur. Düşünürəm ki, ekologiyanın dəyişməsi, qidamızın fərqli cür inkişaf etməsi, insanların ümumiyyətlə stresə dayanıqlı olmaması, həyat şəraitimiz və yaxud da yaşadığımız mühit mütləq qadın xəstəliklərinə bir təsir edir. Və qadınların hər zaman özü haqqında düşündüyü əsas məsələlərdən biri də görəsən mən bir xanım olaraq sağlam xanımammı? Görəsən mən sağlam olmağım üçün psixologiyamı sakit saxlayım, yoxsa orqanizmimə mi diqqət edim, yoxsa qadın problemlərimi vaxtında həll edim? Elə məhz bu məsələlərə görə mən düşünürəm ki, bugünkü studiyamızın qonağını təqdim etməyin vaxtıdır. Studiyamızın qonağı onkoginekoloq Könül xanım Mərdanovadır. Salam Könül xanım. Salam, necəsiniz Fərəx? Təşəkkür edirəm. Siz necəsiniz? Yaxşı, sağ olun. Könül xanım, mövzunu əslində mən suallar şəklində bir girişdə verdim. Düşünürəm ki, bu sualların hamısının cavabını biz sizdən alacağıq. Amma ümumən qadınların hər zaman narahat olduğu bir məsələ var ki, görəsən mən onkoloji olaraq, yəni bir problem daşımıram ki, ya da mən ginekoloqun yanına gedimmi və yaxud da sağlamammı? Amma mütləq bu uşaqlıq boynu xəstəliklərinə də toxunaq, onun üzərindən suallarımızı verin. Müsəl xanım, təşəkkür edirəm dəvətinizə görə və gözəl suallarınıza görə. Ümumiyyətlə, mövzu həm geniş mövzudur, həm çox, belə deyək, populyar, günümüzdə çox soruşulan bir mövzudur. Uşaqlıq boynu patologiyaları. Niyə? Birinci, ümumiyyətlə, qadın reproduktiv orqanlarından danışsaq, uşaqlıq boynunun patologiyaları say olaraq ilk yerlərdədir. Hətta biz uşaqlıq boynunun bədxassəli proseslərinə, ümumiyyətlə, reproduktiv orqanlarda olan bədxassəli proseslərə baxsaq, uşaqlıq boynu ilk sıralardadır. Hansı ki, son statistik rəqəmlərə dünya üzərində 650 minin üzərində illik xəstələnmə sayı göstərilir, 348 min ölüm statistikası göstərilir. Rəqəmlər dünya üzərində də Azərbaycan statistikasına da baxsaq ürək açan deyil. Və sizin sualınıza cavab olaraq deyim ki, bir qadın ümumiyyətlə mən sağlamamı necə deməlidir? Biz hər zaman bütün bu işlərimizi gördükdə, maarifləndirdikdə, ümumiyyətlə ailədən də gələn bir durum olmalıdır ki, bir qadın olaraq dünyaya göz açırsa, bilməlidir ki, vaxtı-vaxtında ginekoloji müayinələrə getməlidir. Əgər bir cinsi aktiv bir qadından gedirsə, yox, cinsi aktiv bir qadından getmirsə, ən azından rutin olaraq ultrason müayinəsi, qan təhlilləri də olunmalıdır. Və mən ümumiyyətlə patologiyalardan danışanda bugün dar bir ixtisaslaşarıq, dar toxunarıq uşaqlıq boynu patologiyalarına, amma girişdə bir onu deyim ki, qadın olmağımız ümumiyyətlə xəstəliklərin yaranma riskini daşımağımız deməkdir. Və reproduktiv orqanlardan danışanda mən hər zaman süd vəzlərini və qalxanvari vəzini bunlardan ayırmıram. Çünki baxın, bir qız evladımız cinsi yetişkənlik dövrünə gələndə yumurtalıqda aktivləşən qadın cinsiyyət hormonlarının təsirindən süd vəzləri inkişaf eləməyə başlayırsa, ikincili cinsi əlamətlər kimi, bu deməkdir ki, ginekoloji hormonlarla, ginekologiyanın sıx əlaqəli bir orqandır. Və qalxanvari vəzi biz hər zaman deyirik ki, reproduktiv orqanların dirijorudur. Yəni, onun hormonlarının dəyişməsi, artması və ya azalması bizdə adət pozunluqları kimi problemlər yarada bilər. Yəni, bir orqanizmə total cəm şəklində baxmaq lazımdır ki, biz onların patologiyalarını dərk edə bilərik. Və ümumiyyətlə, qadın olduğumuz gündən bəri, evdə bir qız evladı böyüdürsünüzsə və yaxud da cavan xanımlarımız və yaxud da postmenopauzal dövründə olan xanımlar bilməlidirlər ki, onlar rutin olaraq müayinələrdən keçməlidir. Çox təəssüf olsun ki, günümüzdə xanımlarımız, mən doğmağa gedəcəm, hamiləlik üçün müraciət edəcəm, istəksiz bir hamiləliksə onu abort eləmək üçün gedəcəm. Ginekoloq anlayışı budur. Hələ son zamanlar bizim bu qədər maarifləndirməyimiz çox təəssüf olsun ki, sizin çıxışınızı başlayanda dediyiniz risk faktorlarının, onlar çoxdur, amma müəyyənlərini siz düzgün vurğuladınız. Onların təsirindən xəstəliklərin artması bəzi insanları fakt qarşısında həkimə müraciət etməyə məcbur edir. Yəni, xəstələnməsə həkimə getmirik. Getmirik. Amma doğrusu bu olmalı deyil. Bəli, ümumiyyətlə ginekoloji müayinələr ilk öncə başlamalıdır pediatrların müayinəsindən. O qədər ginekoloji anomaliyalar var ki, qızlıq pərdəsinin tam olması, inkişaf eləməməsi uşaqlığın, yəni hormonal disbalansı olan insanlar. Yəni, ilk öncə pediatrlar baxır, daha sonra hormonal
hormonal testlərini eləyir. Ultrason müayinəsi mütəmadi olaraq aparılmalıdır. Xüsusən menarxiya dediyimiz ilk adət görməyə başlayan dönəmlərdə bir qız uşağının mütləq hormonları və ultrason müayinəsi aparılmalıdır. Süd vəzlərinin ultrason müayinəsi aparılmalıdır. Şualanmadır deyib o müayinələrə getmək doğru deyil. Ultrason müayinəsində sizə ziyan verəcək heç bir şualanma yoxdur. Ailə həyatı qurduzsa, bax orada gələcək biz uşaqlıq boyunun patologiyalarına və bütün dünya deyir ki, cinsi aktiv olan bir insanlar mütləq rutin olaraq müayinələrə getməli. Adi ginekoloji müayinə əsnasında uşaqlıq yolundan bakterioloji testlərin alınması, HPV testinin və PAP testinin alınması çox önəmlidir. Bax, burada artıq onkoloji mövzulara biz müdaxilə edirik. Yəni, oradan çıxan nəticəyə görə siz o göstəricilərə əsasən. Ümumiyyətlə, mənə hər zaman deyirəm ki, ginekologiya geniş bir branşdır. Endokrinologiyası var, yəni bunun cərrahiyyəsi var, hamiləliklə məşğul olan ixtisası var və onkoginekologiya sahəsi var. Hər bir ümumiyyətlə qadının bir ginekoloq olması lazım, amma həyatında bir onkoginekoloq da olması lazım. Yəni simir testlərimdir, HPV testlərimdir, gedib həmin həkimdə yoxlatmalı. Kolposkopiya ehtiyacı varsa, yəni uşaqlıq boyunun instrumental müayinəsini həmin həkimə müraciət etməlidir və bunu rutin halına salsaq, inandırım sizi xəstəliklər olmaz. Amma gəldik ki, yaxşı, bəs mən getməmişəm, yoxlanmamışam, hansı simptomlar olarsa həkimə getməliyəm. Nələr olsa mən gedim, ilkin olaraq simptomlar. Birinci simptomlardan danışaq, sonra risk faktorlarını mən qeyd edərəm. Məncə də, bəli, simptom çünki hər kəsə vacibdir, onu bilsin ki. Uşaqlıq yolundan patoloji axıntıların gəlməyi. Bura patoloji axıntılar deyəndə nəyi nəzərdə tuturuq? Ən çox rast gələn patoloji axıntılar qanamalardır. Qanamaların müxtəlif formaları olur. Miqdar və kəmiyyətcə artıq olması, iki adət arası qanamaların olması, ən çox rast gələn və onkoloji xəstəliklərdə belə deyək, o qırmızı işığı yandıran bir qanama, kontak qanama, cinsi əlaqədən sonra olan qanamalar təhlükəli qanamalardır. Yəni, uşaqlıq yolundan bir patoloji qanlı ifrazat gəlirsə, bu anormal sayılır. Yəni, sizin adətdən kənar bir qanamanız varsa və öncəki adətlərə nisbətən daha fərqli görməyə başlayırsınızsa, laxta şəklində görməyə başlayırsınızsa, bu patoloji axıntılardır. Və postmenopauzal dönəmdə olan xanımlarımızı xüsusi vurğulayacağım. Əgər bir il ərzində adətdən bir qadın kəsilibsə, heç bir halda, heç bir miqdarda axıntı olmamalıdır. Digər axıntılar hansı ki, xanımlarda bəzən suallar gəlir ki, məndən selikli axıntılar olur. Bəli, fizioloji olaraq qadından selikli axıntıların gəlməsi normaldır. Niyə? Çünki bizim yumurtalıqlarımızda iki qadın cinsiyyət hormonları ifraz olunur. İlk fazada, adətin ilk fazasında estrogenlər, ikinci fazasında progesteronlar. Və ilk fazanın hormonu ifraz olunub daha yüksək qanda konsentrasiya çatdıqca qadının selikli axıntıların olması normaldır. Ovulyasiya dönəminə qədər. Hətta bəzi xanımlar bəlkə məni izləyəndə bilmirlərsə də, onlar özlərinə fikir versələr görərlər ki, siklin ortasında selik ifrazı daha çox olur və onu hiss edirlər. Bu normaldır. Bəzən bu da həddindən artıq olur. Və yaxud da müəyyən qoxu və s. olanda da narahatçılıq olur. Artıq olur. O bəzən olur ektoserviksdə, biz ona toxunarıq uşaqlıq boyunu patologiyalarında, eroziyalar olanda. Çünki silindrik epiteldə selik ifrazı digər xanımlardan daha çox ola bilər. Əgər bu axıntılar sizin dediyiniz kimi qoxuludursa, rəngi dəyişmişdirsə, yaşılımtı, salımtı, balıq qoxusu gələn bir axıntılar gəlirsə, bu patoloji axıntılardır və mütləq həkimə gedib bir bakterioloji müayinələrin aparılmasında belə deyə ehtiyacı var. Yəni bu dediyiniz yaxma xarakterlidir də, düzdürmü? Yaxma xarakter ginekoloji müayinədə çünki bəzən müayinə deyəndə qorxur insanlar və rahat. Ağrısız götürülən bir testdir. İkinci simptomatika uşaqlıq yolunda olan göynəmələr və son müraciət edən pasientlərimiz hansı ki HPV, biz ona yenə də vaxtımız çatar, toxunarıq, olmaz növbəti görüşlərimizdə. Bu davamlı olacaq. Virus uşaqlıq boynu xəstəliklərini yaradan, xərçəngönü patologiyasını yaradan və dünya statistikasında bugünkü gündə geniş yayılmış vaginal bir infeksiyadır. Bəzən xanımlar elə bu göynəmə ilə həkimə gedirlər və götürülmüş yaxma analizlərində HPV aşkar olunur. Digər simptom isə biz nədən hiss edə bilərik? Bu zamana qədər hiss eləmədiyimiz ağrılar, hansı ki, qarnın alt hissəsində küt və sancı şəkilli, belə aşağı ətrafları irradiasiya edən ağrılar, bunlar normal ağrılar deyil. Və yaxud da ki, adət öncəsi süd vəzlərinin şişkin olub keçməsi, bu adət öncəsi sindrom kimi də çıxa bilir. Yox, əgər bu adətdən sonra da həmin şişkinlik, ağrı, hətta alt paltarı geyinməyəcək səviyyədə, hətta üzü qoyulu yata bilməyəcək
bilməyəcəyimiz səviyyədə varsa, burada da yenə də bir ginekoloji orqanların problemlərini, hormonal disbalansı diqqətimizdən yayındırmaq olmaz. Əsas və bu lokal olan problemlərimiz, simptomatikamız. Bir də var ümumi bədənin simptomatikası, halsızlıq, dəri və sevgi qişalan rəngin avazıması, baş gicəllənmə, ürək bulanma, qarın həcminin bəzən böyüməsi yumurtalıq xərçəngində çox rast gəldiyimiz, çünki yumurtalıq xərçəngi ona nə qədər də biz bunu qəbul eləməsə və bu sözü demək mənim üçün hər zaman çətindir, səssiz ölüm deyilir. Çox gecikmiş mərhələlərdə metastaz verəndən sonra metastaz verib maye toplantısı olanda gəlirlər. Qarın həcminin böyüməsi, bax bu əlamətlər də ümumi simptomatikadır. Qaytarma, yəni qusma, bunların olması ümumi simptomatikadır. Bəzən pasientlər baş gicəllənmədən, halsızlıqdan həkimə müraciət edirlər, adi poliklinikalarına. Bir qan analizləri yoxlanılır, görülür ki, qan təhlillərində hemoqram göstəriciləri aşağıdır, dəmir aşağıdır, leykositlər yuxarıdır və oradan üstünə düşürlər və görürlər ki, yox, problem ginekoloji problemdir də, amma baxın, lokal olaraq bəlkə də özünü normal sayır. Amma biz anamnestik məlumatlar toplayanda deyir ki, yox, doktor, mən fikir verirəm, mənim son 2 ildə adətlərim gurlaşıb, ağrılarım var. Pasient onu bəlkə də normal qarşılayır və yaxud da bizim reallığımız bir şikayət oldu mu, dərhal evdə qohum əqrəbədən konsultasiya alınır. Səndə necə idi? Məndə də olsun. Yəqin mən kəsilirəm. Ya da sən nə dərman içirdin, ən pis odur, mən də onu içim. Çox təəssüf və bir daha buradan səslənim digər mövzumuza keçməyəcəm. Xüsusən də ki, premenopauzal, yəni adətə hazırlıq dönəmində olan xanımlar, 45 yaş üzəri xanımlar və postmenopauzal xanımlarda bu əlamətlər varsa, birbaşa gedəcəkləri ünvan onkoloji klinikalar, onkoloji həkimlər olmalıdır. Yaxşı olsun ki, biz yoxlayaq, sizdə qeyri-onkoloji problemdir. Gedin öz həkiminizdə yoxlanın deyə. Amma ki, nəinki həqiqətən baxdığımız o qədər pasientlər olur ki, bugün bir pasienti müayinə eləmişik, mioma diaqnozuna əməliyyat götürülüb, heç bir MR testləri, MRT falan keçmədən, ekstirpasiyadan sonra ağrılar davam edir. Müayinə əsnasında qalça limfodinlərində 5 sm-lik konglomerat metastaz. Yəni təkrar ikinci cərrahi əməliyyata girir. Axı bunu öncədən də eləmək mümkündür. Onkoloji klinikalara qorxmuram, qorxuram, getmirəm deyib də daha sonra 2 qat həm səhhət olaraq, həm vaxt olaraq, həm maliyyə olaraq əziyyət çəkən pasientlərimizə buradan səslənim ki, həmin yaş qrupasında olan xanımlar problem varsa qorxmayın. Heç bir onkoloji klinikada xəstəxanaya girdisə siz onkoloji xəstə deyilsiniz, əlbəttə ki. Sadəcə müayinəyə üçün gəlirsiniz. Xanım, çox maraqlı bir mövzuya toxundunuz. Əslində, mən artıq 1 ildən çoxdur 2 Sahil televiziya kanalında Sağlam Olaq verilişinin aparıcısıyam. Mən çox sevirəm ki, bizdə səmimi mühit olur və mən ən çox yaxınlarımı və dostlarımı bura dəvət edirəm. Siz də onlardan birisiniz. Təşəkkür edirəm bir daha dəvətimi qəbul etmisiniz. Yəni, mən özüm psixoloqam, yəni bunu artıq bilirlər izləyicilər və bilirlər ki, biz psixiatrlara çox müraciət edirik. Məsələn, nevroloqlara çox müraciət edirik, nevropatoloqlar indi fərqli adlarla tanıyırlar insanlar, ona görə hər ikisinin adını da çəkirəm. Yəni, biz insanda bir narahatçılıq görəndə, yəni davranışında, düşüncəsində mütləq onu bir psixiatra yoxlatdırıb, diaqnozunu alıb, sonra psixoterapiya ilə məşğul oluruq. Yəni, ona görə də bizim də yanımıza gələn insanlar psixiatrın o təyinatını görəndə qorxurlar ki, mənə nə olub ki, məni psixiatra göndərirsiniz. Biz də ehtiyatla anasına, böyüklərinə, onu kimsə gətiribsə o insana deyirik ki, yanlış anlaşılma olur. Və düşünürəm ki, elə bu onkologiya ilə də bağlı insanlar düşünür ki, bəlkə məndə onkoloji nəsə var və həyəcan təşviş onları götürür ki, heç mən o klinikaya getməyim. Ona görə də biz bugünkü bu efiri nə üçün istəyirik ki, çox belə izləyicisi çox olsun, çoxlu paylaşımları olsun, biz də buna çalışacağıq əlbəttə ki, insanlar anlasınlar ki, bir həkimə getmək adında onko sözü varsa, məsələn, ginekoloq desəydim Könül xanım, bir fərqli baxış olacaqdı sizə. Onko ginekoloq deyəndə artıq qorxu yaranır insanlarda. Niyə mən ora gedim? Amma biz profilaktik olaraq gəlməyi də düşünürük və elə bugün məhz bu sualı buradan vermək istəyirəm ki, risk qrupuna kimlər aiddir? Hansı yaş qrupları, kimlər, məsələn, abort olunmuşlarmı, daha çox? Məsələn, onu məndən çox yaxşı siz izah edəcəksiniz. O xanımlarımız xüsusilə diqqətli olsunlar. Hansı xanımlarımız risk qrupasına daxildir? Erkən adətə başlamış, gec adətdən bitmiş xanımlarımız, gec kəsilən xanımlarımız risk qrupasına daxildir. Gec dediyimiz, yəni 1 ilə, 2 ilə, 3 ilə
kəsilən? 55 yaş üzəri kəsilməyənlər deməsinlər ki, mən Nə normal yaxşıdır. elə yaxşı ki görürəm. O doğru deyil. Bu orta statistik rəqəmləri mən sizə deyirəm. Bəli. Tez ailə həyatı qurmuş xanımlarımız, erkən doğuşların, erkən abortları olan xanımlarımız, bax onlara səslənirəm ki, onlar risk qrupasına daxildir. HPV virusunun varlığı özü risk qrupasıdır, xüsusən də ki, yüksək onkogen tiplərinin varlığı risk qrupasına daxildir. Yanaşı infeksiyalarının olması bir qadında HPV virusunun persistensiya edib xəstəlik törətməsini tetikləyən olduğu üçün risk qrupasına daxildir. Günümüzün belə deyək, qəbul eləsək də, eləməsək də reallığı zərərli vərdişlərin çox istifadə olunması. Bura aiddir alkoqoldan istifadə etmək, tütündən istifadə etmək, tütündən istifadə etməyi mən aktiv və pasiv olaraq ayırmayacağam. Hətta qadın istifadə eləmirsə, ailəsində bir bəy ondan istifadə edirsə, həmin tüstüdən bəli, o yenə də risk qrupasına daxil olunur. İmmun depressiv halları olan, orqan transplantasiyası olan xanımlarımız, D vitamini zəif olan xanımlarımız, çox partnyorlu yəni faktoru qeyd eləməliyəm bu, çünki sırf burada yenə də deyirəm, qadın çox partnyorluğundan getmir, kişi çox partnyorluğundan da gedir. Bax, bunlar olan xanımlarımız risk qrupasına daxildir və reproduktiv orqanların xəstəlikləri içərisində genetikanı da ayırd eləməyəcəm. Düzdür, uşaqlıq boynunda genetik meyillik çox az olur, çünki 95% yastı epitel xərçəngi ilə rastlaşırıq. Bunun da yaranma səbəbi artıq bütün dünyada bir virus olduğu təsdiqlənib. Amma yumurtalıq və endometrium xərçəngində genetik mutasiyaların olması ona səbəb ola bilər. Genetikasında 2 və daha artıq insanda süd vəzi, endometrium, yumurtalıq, kolon, mədə, atasında prostat və ağciyər xərçəngi olan insanlarımıza səslənim ki, siz risk qrupasına daxilsiniz və siz xüsusi bir qrupasınız və siz normal insanlardan daha çox müayinəyə getməlisiniz və bunu dərk eləməlisiniz ki, yoxlanmalıyıq. Gün xanım, əslində elə mən bu efir vasitəsilə bildirmək istəyirəm ki, yanvar ayı uşaqlıq boynu xərçəngi ilə mübarizə ayıdır. Biz onsuz da efir vasitəsilə çox mübarizə aylarında, yəni çıxışlarımız olub, həkimlər dəvət etmişik. Yəni yanvarda düşünürəm ki, biz bunu bir daha da işıqlandıraq. Artıq xanımlarımız da bu terminlərdən qorxmasınlar. Yəni necə ki, artıq dediyim kimi psixiatrdan qorxmurlar, artıq digər həkimlərdən də qorxmurlar. Məsələn, mamoqrafiya ilə bağlı qorxuları olanlar var idi ki, artıq müraciət edirlər. Biz buna sevinirik və alırıq geri dönüşləri də. Mən çox təşəkkür edirəm Gün xanım sizə. Dediyim kimi, mövzumuz genişdir, ikinci hissəsi də olacaq və qarşıdan gələn bayramınızda təbrik edirəm və istəyirəm ki, son olaraq xanımlarımıza bir çağırış edəsiniz və o çağırışdan məncə bir fikirləri formalaşsın. Vüsay xanım, mən də sizə təşəkkürümü bildirirəm. Gözəl ortama görə, həqiqətən səmimi ortama görə və sualları o qədər belə nöqtəsindən verdiniz ki, təşəkkür edirəm dəvətinizə görə və qeyd elədik ki, mövzu geniş mövzudur. Mən düşünürəm ki, bu 2-3 evrə bitməyəcək uşaqlıq boyunu və buradan xanımlarımıza, ümumiyyətlə hər kəsə səslənim. İlk öncə qarşıdan gələn bayramlarımız mübarək olsun. Dünya Azərbaycanlılarının həm rəylik günü, həm yeni ilimiz. Hər kəsə yeni ildə sağlam olmağı arzu edirəm. Bu çox böyük bir sözdür, altı dolu olan bir sözdür. Sağlam olun. Daxilən sağlam olun, ruhən sağlam olun. Və o da sizin xarici gözəlliyinizi verəcək. Amma maariflənməkdə, bilgilənməkdə ziyan yoxdur. Uşaqlıq boynu patologiyalarından qorunmağın yolu Ümumdünya Səhiyyə Təşkilatında təyin elədiyi skrininq testlərdir. Yüngül bir testlərdir, ağrısız, əks göstərisiz, adi ginekoloji müayinədə aparılan bir testlərdir. Amma çox böyük bir xəstəliklərdən bizi qoruyur. Ona görə yanvar ayı, baxın, bu bizim üçün bir fürsətdir. Uşaqlıq boynu xərçəngi ilə mübarizə ayıdır. Verməyənlər varsa bu testləri, onkoloji müayinələrə getməyən, ümumiyyətlə ginekoloji müayinəyə getməyənlərimiz varsa, qoy o ayda özlərinə bir gün ayırsınlar, tələsmədən, ailəni problemlərini düşünmədən, başqa problemləri düşünmədən getsinlər bir gün, qoy öz həkimlərində yoxlansınlar. Ən azından rahat olsunlar ki, problemləri yoxdur. Belə. Hər kəsə sağlam olmağa arzu edirəm. Təşəkkür edirəm, çox sağ olun Könül xanım. Son olaraq da mən də elə Könül xanımın dediyi gözəl məsləhətlərdən ilham alaraq düşünürəm ki, bizim xanımların, fədakar Azərbaycan xanımlarının ən böyük problemlərindən biri özlərini həmişə ertələmələri və ikinci plana saxlamalarıdır. Amma hər zaman bunu düşünməliyik ki, ana sağlamdırsa, qadın sağlamdırsa, övlad da sağlamdır, ailə də sağlamdır. Biz övladlarımıza sağlam şəkildə lazımıq. Əgər ki, biz bir qadınıqsa, əgər biz xanımıq
sağlamlıqsa və övladlarımız varsa, demək ki, bu müayinələrdən vaxtında keçib öz həyatımızı, həmçinin də uşaqlarımızın gələcəyini qorumalıyıq. Hər zaman sağlam olun, yeni iliniz və dünya Azərbaycanlılarının Həmrəylik gününüz mübarək olsun. Sağ olun.